Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, bu şəkildə gördüyünüz qazi qardaşımızı Hacı Vəliyev deməli bu qardaşımızı 2 il 6 ay şərliyib həbs edibdi. Bu mənfur, alçaq, terrorçu, xain Əliyevlər rejimi. Bunun polisi, DTX-sı, məhkəməsi. Çünki yiyəsiz ölkədir də, millət sonda əlbəttə ki, belə olmalıdır. Millət öz qazisinə belə sahib çıxmır bu millət. Yəni təsəvvür edirsiniz siz. Yani bu Gazi kardeş, bu şekilde gördüğünüz Gazi kardeş, bu Hacı Vəliyev. Arkadaş bu adam hakkı deyib, rüşvətxorluğa qarşı çıxıb, polisin özbaşılığına qarşı çıxıbdı. Gazi yoldaşlarını müdafiə edib, sizin sözünüzü deyibdi. Ama siz onu müdafiə eləmədiniz. Və bu günlərim həbs olunubdur. Niyə cəmiyyət müdafiə eləmir? Niyə? Nətər olur ki, siz nətər cəmiyyətsiz, nətər millətsiz? Hə? Hər yerdə də baxırsan, hamı olub Gazi sevər. Gazi başımızın tacıdır. Sen Gazi'nin iziyle gitmirsənsə, Gazi'nin yoluyla gitmirsənsə, Gazi'ne sahip çıkmırsansa, kardeş ne yalanla danışırsan? Sen ne Gazi sevmək, senden Gazi seven olar, niye yalan danışırsınız? Bir çoxunuza ait değil milletin. Niye yalan danışırsınız ki? Ne için? Ve sen nətər Gazi'ni sevirsən? Gazi'ni şərliyirlər, həbs elirlər, düzgün, dürüst, mert oğlanları. Baxmır qazidir və yaxud da qazi dölü. Öldürürlər, döyürlər, söyürlər, şərliyirlər, məhv eləyirlər. Sən də buna sakit qalırsan sən. Sənin bir qeyrətin var millət olaraq. Sənin bir kişiliyin var. Sənin bir şəxsiyyətin var bir millət olaraq. Ay Azərbaycanın evlatları, insanları. Belə şey olar, qardaş. Nə vaxta kimi bu alçaqların qarşısında sakit qalasınız? Biabırçılıq deyib, bəyək baxıram. Heç mənim xəbərim yox idi. Bəyək çıxıb qarşıma, mən baxıram. Yəni, Qazini 2 il 6 ay şərliyib həbs eləyiblər. İndi İlham Əliyev bildiyi bu alçaqdır, oğraşdır, xaindir. Adam gəlib, mövqeyini qoyub ortaya ki, mən sizə düşmənəm. Mən sizi qırmağa gəlmişəm. Baxmıram qazi sən, nə sən, fərq eləmir. Səni məhv eləməyə gəlmişəm. Adamların mövqeyi ortalıqdadır, düşməndir. Və siz millət nəsiniz? Ay millətin kişiləri, ay ləyaqətli insanları. Ay siz nətər vətən sevirsiniz, siz nətər qazi sevirsiniz? Qazini sevmək elə bura kimidir yəni? Mən Qazini sevirəm, başımın tacıdır. Hardan sevirsən, hardan başın tacıdır sənin? Başının tacını zorlayırlar, təcavüz edirlər. Başının tacına qarşı haqsızlıq edirlər, əzirlər, sevgini zorlayırlar. Sən nətər Qazi sevirsən, nətər sən Qazini müdafiə edirsən, Qazi başının tacıdır ki, sən buna sahib çıxmırsan sən. Hər yerdə də olmuşsan Qazi sevər, şəhid sevər, nə bilim, vətənimi sevirəm, bayrağımı sevirəm, canım qurban, ürəyim qurban. Hə qardaş, bu yalanlarla sevirsiniz siz Qazini? Belə saxtakarlıqla, yəni nə vaxta kimi davam edəcək bu saxta sevgi, saxta vətən sevgisi, saxta qazi sevgisi, nə vaxta kimi? Nə vaxt biz şərəfli millət olasınız? Yəni sizə nə vaxta kimi deyək ki biz şərəfiniz olsun, bir ləyaqətiniz olsun, bir millət olun. Bu nə tər şeydir? Sənin hakimiyyətin dələduz, maşinlik, ikiyüzlük, iş verən alçaq, namussuz. Nə bilim, müxalifətin onun kimi ikiyüzlük, alçaq, oğraş, namussuz doludur. Ay sen ne cəmiyyətsən sən? Ay sen ne millətsən sən? Biabırçılıq deyə sonra da danışanda böyük millət, yekə millət, şərəfli millət, nə bilim, ürəyim qurban, qazimə nə bilim, canım qurban, başımın tacıdır. Onlara qarşı kim çaşarsa promoy sözümüzü deyər. Ya sözümüzü deyin də, ben niyə demirsiniz? Deyin də, qeyrətiniz yoxdur. Hə? Arvadı qızı fahişə, nəslik pozğun oğraş İlham Əliyevin onun fahişə rejiminin qabağında ondan qorxursunuz siz. Hamınız bu gündəsiz. Biabırçılıqdır. Yəni daxildəki deyək ki, təcrid vəziyyətdədir. Xaricdəki də qorxur. Qorxaq millət hansı şərəfdən danışır? Qorxaq millət hansı qazi sevgisindən danışır? Qorxaq millət hansı vətən sevgisindən danışır? Ay qardaş, ay insanlar. Belə şey olar. Qazisinə sahib çıxmır, demokratiya axtarır. Hardan axtarırsan? Sən elə bir qazine sahib çıxa bilmirsən. Qazisinə sahib çıxa bilmir, Azərbaycana ədalət axtarır, nə bilim, azadlıq axtarır. Hardan axtarırsan? Sən öz qazini müdafiə eləmirsən, sən qardaş. Düşmənlərin, xainlərin qarşısında öz qazini müdafiə eləmirsən. Sən nə vaxta kimi belə biabırçı gündə yaşayasan millət olaraq? Nə vaxta kimi sən qarnına əsir olasan? Nəfsinə köl olasan, bir şərəfiniz olsun da, bir ayılın da, bir özünüzə gəlin də. Dəhşətdir sadəcə dostlar. Bir millət olaraq, and olsun Allah, bəlkə qeyd elədiyim kimi, İlham Əliyev düşməndir, xaindir, mövqeyini qoyub ortaya adam. Hamı bəllidir bu. Sən kimsən sən millət olaraq?
Sən nəsən? Sən nəyə lazımsan? Sən bir meydanına sahib çıx, bir o haqsızlığa qarşı duruş gətir. Dolu deyə hər yer. Velizar, Baboş, Saxtakar Qabil, bloger adı altında o birisi siyasətçi dolu deyə dolu. Bu nədir belə? Nə cəmiyyətsiz, nə millətsiz bir utanıb ölüb yerə girməliyik ya biz. Məndən bu qədər dostlar. Sağ olun. Allah amanında qalın.